Salam millət, xoş gördük. Uzun bir aradan sonra qərar verdim ki, Telegram kanalı açım və bu kanalda sizinlə öz fikirlərimi paylaşım. Bazarda baş verən hadisələri dərhal paylaşa bilim və yaxud YouTube-a yüklədiyim videoları da kanala ataraq sizə çatdırmağa çalışım. Yəni elə insanlar var ki, YouTube-a baxa bilmir və yaxud da ki, bildiriş getmir, bildirişi açmır. Ona görə də bu vasitələrdən istifadə edəcəyim və siz rəylər bölməsinə yazaraq da suallarınızı verə bilərsiniz. Çünki mənə çox şəxsidən mesaj gəlir və mən elə olur ki, cavab verə bilmirəm və yaxud da ki, istəyirəm ki, hamı görsün o hadisələri. Yəni məsəl üçün bir nəfər mənə sual verir və mən ona cavab verəndə başqası da gəlir eyni sualı verir. Belə-belə mən hər dəfə eyni cavabı fərqli adamlara verirəm. Amma məsəl üçün siz bir rəy yazanda mən avtomatik orada onu cavab verəndə artıq onu bir çox insanlar da görmüş olacaq. Kanalın adı elə Kriptozonadır. Gördüyünüz kimi buradan da dəvət bağlantısında təbii ki, videonun açıqlama bölməsinə qoyacağam. Oradan qatıla bilərsiniz. Yəni videonu görən şəxslər, Telegram olan şəxslər hamısının qatılmağı vacibdir. Başqadan yenə də əlavə nəsə sualınız olarsa, fərqi yoxdur. Rəy bölməsində də yaza bilərsiniz YouTube-da. Mən cavab verəcəm. Yəni həmişə də verirəm. Bunu hamı bilir, kanalı izləyənlər. Sadəcə biraz baş qarışıqdır. Çoxdan da bazara da baxmırıq, videoları çəkmirik. Biraz bu dünya malına başımız qarışıb da, yəni fizik hadisələrə. İndi keçirik bu fizik olmayan hadisələrə, Binance-a, Bitget-ə və təkrar xatırladıram ki, açıqlama bölməsində Binance referal linkimi də qoyacağam. Bitget referal linkimi də qoyacağam. Yəni əvvəlki videolardan bilənlər, köhnələr bilir ki, mən Bitgetin rəsmi tərəfdaşıyam Azərbaycan üzrə və siz mənim qeydiyyatımdan keçərək komissiyalar alırsınız, müəyyən çəkilişlərə qatıla bilirsiniz və s. və ilaxır. Yəni daha effektiv olur kiminsə referalinə gələndə komissiya daha az olur və şansınızda müəyyən şeylər də açılır da, komissiyalar olur ki, xüsusi mənim üçün olur və ancaq mənim istifadəçilərim ondan istifadə edə bilirlər və yəni mənim referalımdan qeydiyyatdan keçənlər. İndi hal-hazırda hələ ki qrupda xüsusi bir şeylər atmamışam, YouTube-dan videolar atmışam. Siz fikirlərinizi yaza bilərsiniz, mən də sizə cavab verəcəm, nəsə əlimdən nə kömək gəlirsə də eləyəcəm. Standart mövzulara mən konkret olaraq həmin adamlara videonun cavab verə bilərəm. Hansı ki, onun videoları mən çəkmişəm, yerləşdirmişəm YouTube kanalımda. İndi keçid alaq, bir dənə bazardakı vəziyyətə baxaq və özümüzdə analiz edək, bir dənə görək indi burada nə var, nə yox. Çox adamların verdiyi suallar var ki, indi hansı coin ala bilərəm və s. və ilaxır. Mən misal üçün bu dəqiqə mənim üçün favori hal-hazırda XRP-dir. Çünki qiyməti çox aşağıdır. Düzdür, lap əvvəlki dövrlərdən yüksəkdir, amma faktiki son dövründə indiyə kimi ən yaxşı vəziyyətdədir. Sonra ADA coin-dir, hansı ki, bunlar Amerikanın rezerv fonduna daxil olmuş coinlərdir. ADA-dır, XRP-dir. Burada indi müəyyən coinlər, məsələn, sizin ağlınızı qarışdırır. Məsələn, Dogecoin coinlər, bunları heç mən sevmirəm. Bonkdur, Dogdur, düzdür, ola bilər nə vaxtsa pump eləyər. Amma mən heç sevmirəm bu coinləri. Bir də ən çox izlədiyim coin, mən sizə göstərim indi onu. Ən çox izlədiyim coin də Fildir. Yəni bu Filecoin-dir. Mən qısa sizə adını deyirəm. Filecoin, yəni bu dəqiqə nə qədər pulum olarsa, yəni əlimdə pulum olsa dərhal mən bunu alaram da, heç nə fikirləşmirəm. Çünki bunun qəşəng qalxma dönəmləri olur. Mən demirəm amma sizə, yəni videoda mən heç vaxt bildirmirəm ki, gedin bu coin-i alın iminli. Mən öz fikirlərimi sizinlə bölüşürəm. Seçim eləmək sizin öz ixtiyarınızda olan bir şeydir. Sonra buradan yenilərə biz baxaq. Yenilərdən də yeni bir dəqiqə coinlər almaq çox təhlükəlidir. Çünki bazar onsuz da düşmə aşamasındadır və sən gedib bu coin alsan, misal üçün deyək, görürsünüz 51 sentdən gəlib 42 sentə düşüb. Hələ bu biraz da düşə-düşə gedəcək. Çünki Bitcoin özü hələ ki 60 neçə mindir. Bir dəqiqə baxaq dəqiq. Bu dəqiqə 65 mində əməliyyat həyata keçirilir və Bitcoin qalxmadıqca özü ilə
digər coinlərdə yəni qaldırmayacaq, daha da salacaq aşağıya. Yəni burada siz ən effektivləri çalışın, hansı ki pul yatırın, əgər yatırırsınızsa da, yəni arxasında proyekt olan boş-boş coinlərə pul yatırmayın. Təbii ki, sən bilirsənsə bu pump eləmə ehtimalı var. Təzə çıxıb, bunun reytinqi olacaq, yəni qabaqda. Onsuz da hər coinin bir dəfə pump dönəmi olur da, qəşəng qazandırır. Məsəl üçün bu coinə bir dənə baxım. Baxın, görürsüz bir günə qoymuşam. Deməli 0,02 sent olub, nə vaxt olub? Bu dəqiqə məlumatına baxaq, buradan daha rahat görünür. Burada göstərir ki, deməli ən aşağı səviyyəsi 25-ci ildə olub, ən yüksək səviyyəsi 26-cı ildə. Bir il ərzində görünən 20-30 sent fərq vardı. Yəni burada çox böyük fərqdir. Təbii ki, bu əlində əvvəldən alanlar bunu saxlasaydı, qəşəng pulları və ya da saxlamışdılarsa da qəşəng qazanmış olublar. Burada biz indi bir dəqiqə 4 saatda baxaq, dən vəziyyətə baxaq. Vaxt deməli 07:14. Görün qiymətə bax, pumpdır bu. Avtomatik bu buna akulalar təkan verib. Nəticəsi də bax budur. Görürsüz? Ayın neçəsidir? 7-sində, bəli. 7-ci ayın 14-ündə. 7-ci ayın 14-ündə və qiymətə baxın, dəhşətli bir şeydir. Təsəvvür edin, yəni 500 dollar qoysaydı nə qədər pulun ola bilərdi. Ona görə də hər şey, yəni biraz səbirli və təmkinli olmaq lazımdır. Mən sizə indi prosta göstərirəm bunları. Yəni detallı videolardan gələcəkdə çəkəcəm. Mən yaxın vaxtlarda çəkib göstərəcəm, yəni xüsusi hansı ki burada nələrə əsas baxmaq lazımdır. Burada görürsüz, bazar kapitalına girirəm, coinlərin kapitalına baxıram. Yəni bunlar hamısı önəmli məsələdir. Mən sizə müəyyən proqramları göstərmişdim. Orada al-sat siqnalları və yaxud da ki, bazar həcmi, dolların ümumi səviyyəsi. Burada çox şey baxmaq lazımdır. Bildiyiniz kimi dünyada biraz vəziyyət gərgindir. Gərgin olanda da avtomatik bura təsir edir. İnsanlar pulunu çıxardırlar. Qramdan da xəbəriniz var da, yəqin ki, qram əvvəlki tondur da, yəni. Belə. Yenə də təkrar xatırladıram. Referal linkimlə qeydiyyatdan keçin. Əgər keçməyən insanlar varsa, Binance-da da, Bitgetdə də komissiyalarda qabağa düşəcəksiniz, az komissiya ödəyəcəksiniz. Əlavə nə suallarınız varsa rəy bölməsinə yazın. Sonra nə fikirləriniz, nə istəyiniz varsa yenə də qrupda da yaza bilərsiniz, yəni kanalda da, orada videoların altında. Mən yenə də anketlər, şərhlər və s. nələrsə keçirdəcəm. Orada da öz fikirlərinizi bildirə bilərsiniz. Ən çox nə ilişib qalırsınız, problem nədədir? Mən sizə kömək eləyəcəm hər mənada. Təbii ki, çox vaxt mən bunu, yəni çox vaxt yox, demək olar ki, hamıya pulsuz eləmişəm. Həmişə kömək eləmişəm. Amma standart suallara konkret olaraq cavab vermirəm də, yoruluram, konkret video atıram. Ciddi problemlə gəlin, həm müzakirə eləyək, oturaq danışaq. Mən də sizə videoları Lori dildə çəkirəm, belə qardaşlarına danışıram. Yəni burada terminlərlə, xüsusi şeylərlə danışsam, siz beyniniz yanacaq. Oturub konkret olaraq gic-gic saytlarda burada reklam edib, sizə dəvəsat qazanmıram, yəni heç nə. Sadəcə videoya sona kimi baxın, kanala abunə olun, bəyənin, fikrinizi yazın. Başqa da heç nə. Mən əlimdən nə gəlirsə bu yöndə kömək eləyəcəm. Hansı ki, mənim videolarım var, 20-25 min, 10 min, 3 min, 4 min baxılıb. Onu Azərbaycanda eləyən olmayıb, mən eləmişəm. Səriz şəkildə hamıya kömək eləmişəm. Və yenə də davam eləyəcəm. Sadəcə Telegram kanalıma qoşulun, YouTube-a abunə olun, videonu bəyənin, paylaşın. Bu qədər, başqa heç nə lazım deyil. Qalan hər şey qaqanı sizin üçün düzüb qoşacaq. Başa salacaq. Demirəm mən bu işin dahisiyəm, amma köhnə videolardan görə bilərsiniz ki, mən heç də az bilmirəm bu sahədə və nə bacarıram sizin üçün də eləyəcəm. Təmənnasız hamısını başa salacağam. Minnətdaram. İnşallah növbəti videolarda görüşərik. Sağlıqla qalın.